Kızlar, o kadar güzel hava var ki bugün. Səhər yağış yağdı. O yağış yağanda mən o qədər sevinirəm. Deyirəm ay Allah, Allah görün nə qədər ağaçları, gülləri soldu. Eləsi var evində başqa yerə köçüb, yaşamır orada. Və yaxud elə məhəllələr var, bağlar var, ağaçlar, güllər sulanmır. Yağış yağanda sevinirəm ki, hər yer sulanacaqdı. Bax, səhər qəşəng yağış yağdı. Sonra isə belə gözəl gün çıxıbdı. Yağışın bərəkəti evinizə də olsun qızlar. Belə gün kimi də həyatınız işıq saçsın inşallah. Komandama qoşulan hər bir xanımı həqiqətən təbrik edirəm ki, məni kimi liderləri var. Necə var qazanacaqlar. Görürsünüz nə qədər xanımları qazandırıram. Bircə deyirəm ki, qoşulun, qazanın. Mən deyəndən oturub dursaz, Allah haqqı hamınız qazanacaqsınız. Nə itirirsiniz ki ay qızlar, nə itirirsiniz? Evinizə sadəcə məhsulları yığırsınız, məhsul alırsınız. Şampun, paraşok, persol, tiş pastası. Nə istədiniz alırsınız qutardıqca. Mən də sizə komanda yığıram. Evdə oturaraq qazanırsınız. Baxın nə gözəl. İndi oğlumun yanındayam, evdəyəm. Yəni evdə oturaraq qazanırıq. Bundan gözəl iş var. Mənim kimi lideriniz var qızlar. Ta gərək ki elə ürəklə qoşulasınız ki hamınız. Bütün yaxın çevrənizə də deyin. Hamı qoşulsun. Heç bir komandada belə dəstək yoxdur. Vallahi yoxdur.